İndi keçək güzəştlərə. Tutaq ki, bizim həmin o 75% güzəşt var idi. 3 işçimiz və sosial üzrə borcumuz yoxdursa, azad olmalar hissəsinə keçib, gəlir üzrə azad olmalar yox, vergiyə cəlb olunan gəlirlər üzrə azad olmalarda 102.1.30 maddəsini seçirik və həmin güzəşti 65.293.50 rəqəmi bura qeyd edirik. Bəzən bu rəqəmi burada yazanda xana qırmızı rəngə boyanır. O zaman sadəcə Excel-ə görə qəpik fərqinə görə olur. O zaman burada sadəcə 1 qəpik azaltmaqla siz həmin güzəşti yenə də yaza bilərsiniz. Çünki bu artıq Excel-in hesablamada yuvarlaqlaşmasına əsaslanan xəta olur. Təzədən vergi hesablanması hissəsinə qayıdanda gördüyünüz kimi yazdığımız 65.000 əks olunub və bizim vergini burada 4352.90 hesablayıb. Amma bizim həm də 300 manat güzəştimiz var və 152 3-cü maddəyə əsasən, hansı ki burada 1247 3-cü sətirdə əks olunub, onu da burada qeyd edirik. Və bizim büdcəyə ödəməli olan vergimiz 4052 manat 90 qəpik təşkil edir.